Salam dəyərli tələbələrimiz, hər vaxtınız xeyir olsun. Demək, bu gün sizlərlə bir yerdə Windows əməliyyat sisteminin ikinci hissəsinin öyrənmiş olacağıq. Biz danışmışdıq ki, Windows əməliyyat sistemində ekranın 3 dənə əsas parametrləri var ki, yəni ümumiyyətlə Windows əməliyyat sisteminin komponentləri hansılardır desə, deyəcəyik desktopdur. Aşağı hissə taskbardır, yəni tapşırıqlar paneli. Bir də start menyudur. Windows əməliyyat sisteminin baş menyusu start menyudur. Bizim proqramımız üçün adətən bunlar deyirlər. Biz desktopdan danışmışdıq keçən səfər iş masasının kontekst menyusundan. Bu gün isə danışacağıq aşağı hissədən taskbardan tapşırıqlar panelindən. Demək bu ən aşağı hissə bu gördüyünüz belə, yəni qara zolaqmı deyim, boz zolaqmı deyim və ya bəzən ağ da görə bilərsiniz. Bura adlanır taskbar, tapşırıqlar paneli və yaxud da bura deyirlər məsələlər paneli. Adətən Windows 11 əməliyyat sistemində siz taskbar demək olar ki, elə həmişə ekranın aşağı hissəsində görəcəksiniz. Aşağı hissəsində görmüş olacaqsınız. Əvvəlki versiyalarda fərqli yerdə də görmək olurdu, amma burada elə biz aşağı hissəsində görmüş olacağıq. Demək bu taskbarın aşağı sağ küncü hissəsi adlanır notification bar, yəni bildirişlər paneli. Bura notification area, bildirişlər sahəsi adlanır. Bu bildirişlər sahəsini açmağın klaviatura kombinasiyası Win-N düyməsidir. Win-N, yəni notification sözünün baş hərfi ki, buradan biz müəyyən bildirişlərimizə baxa bilərik. Adicə bizə gələn bildirişlərə. Məsələn, tutalım ki, sənə mailinə nəsə bir bildiriş gəlib və yaxud da Instagramından nəsə bir bildiriş gəlibsə, ona bu hissədən baxmaq olar. Kombinasiyasını unutmuruq. Win-N düyməsindən bildirişlər sahəsini açmaq olar. Biz deyəcəyik ki, bildirişlər sahəsi sanki bura 2 dənə hissədən ibarətdir. Həmçinin bundan əlavə Win-A düyməsindən də bildirişlər panelinin belə bir hissəsinə baxmaq olar. Bura sürətli ayarlar bölməsi deyirlər. Məsəl üçün siz sürətli formada Wi-Fi-yə qoşulmaq istəyirsinizsə, nə bilim, Bluetooth-a qoşulmaq istəyirsinizsə və sair və ilə axır. Yəni buradan onsuz da yəni bilmək olur. Ekran parlaqlığını azaldıb çoxaltmaq istəyirsinizsə, səsi artırıb azaltmaq istəyirsinizsə. Demək biz deyəcəyik ki, ilk olaraq birinci bildirişlər panelini aktivləşdirməyin klaviatura kombinasiyası Win-N düyməsidir. Mütləq ki, onu bir yerə yazmaq lazımdır. Həmişəki kimi elə buradan yazmağa başlayacağıq. Buraya yazacağıq ki, bildirişlər panelini aktivləşdirir Win-N düyməsi. Bildirişlər paneli yazıram ki, Win üstəgəlinsin N düyməsi. Win üstəgələk demək N. Bizim bildiyimiz nar sözünün baş hərfi. Və bizdə biz yenicə nə dedik ki, sanki bu 2 hissədən ibarətdir. Həmçinin eyni zamanda Win üstəgəlinsin A düyməsindən də o sürətli ayarlar bölməsini aktivləşdirmək olar. Buraya yazıram ki, sürətli ayarlar bölməsini aktivləşdirmək olar. Sürətli ayarlar bölməsi Win-A düyməsindən, bildirişlər paneli Win-N düyməsindən aktivləşdirilir. Yəni sürətli ayarlar dediyimizdə sanki buraydı, o Wi-Fi-yə qoşulmaq falan filan. Bir sözlə bura adlanır bildirişlər paneli, notification bar, notification area və biz buradan dil dəyişməyin yollarını öyrənəcəyik ki, Windows əməliyyat sistemində buradan dil dəyişməyin yolları hansıdır? Yəni klaviaturanın dilini dəyişməyin yolları hansıdır? Demək, və ya mousun üzərinə gələrsiniz. Buradan məsəl üçün tam ingilis dilinə mi keçərsiniz, Azərbaycan dilinə keçərsiniz və ya daha çox istəsəz buradan dil əlavə edə bilərsiniz, rus dili və s. və ilə axır. Və yaxud da klaviaturamızdan dil dəyişmək üçün yazırıq bura dil dəyişməyin yolları. Təbii ki, söhbət onsuz da biləcəksiniz ki, burada klaviaturanın dilini dəyişməyin yollarından gedir. Demək, bunlardan biri nə deyə bilərik? Win üstəgəlinsin spacebar düyməsi. Win üstəgələk spacebar. O bizim bildiyimiz uzun düymə, yəni spacebar düyməsi. Ondan sonra alt üstəgəlinsin shift düyməsi. Alt shift düyməsi və yaxud da bəzi hallarda, bəzi kitablarda kontrol üstəgəlinsin shift düyməsi vasitəsilə də dil dəyişməyin yolu kimi görə bilərsiniz. Amma ən vacib olaraq bunu yadda saxlayacaqsınız. Win spacebarla alt shift düyməsi dil dəyişmək üçün istifadə olunan kombinasiyalardandır. Bəzi yerlərdə yenə deyirəm, kontrol shift düyməsində görə bilərsiniz. Yəni ki, biz klaviaturamızı buradan açdıq bu formada. Buradan görürük hal-hazırda bura ingilis dilində yazılıb. Mən gəlirəm Win düyməsi budur, yəni Windows düyməsi. Win düyməsindən spacebar düyməsini vururam, görürsüz burada Azərbaycan dilində olur. Win düyməsindən spacebar vururam, ingilis dilində olur. Alt düyməsindən shift düyməsini vururam, Azərbaycan dilində olur. Alt düyməsindən shift düyməsini vururam, heç nə baş vermədi. Alt shift
dəyişir burada. Mən hal-hazırda fiziki olaraq klaviaturamla vururam. Alt, Shift, Azərbaycan dilində Alt, Shift görürsüz, orada da ekranda görünür. Bəzi hallarda Ctrl Shift-də görə bilərsiniz deyə Ctrl Shift-də əlavə olaraq elə belə yazmışam. Amma ki, məsələn, cavablarda Alt Shift və Win Space bar düyməsi varsa, bu hamısından üstündür. Qaydımız gedirmi? Bəli. Demək, dil dəyişmənin yolları da budur. Buradan da dil dəyişmənin yollarını öyrəndik. İndi bunlardan da daha xüsusi bir danışmağa nəsə ehtiyac yoxdur. Birazdan bu hissədən də bir neçə məlumatlar öyrənmiş olacağıq. Ondan sonra bu taskbarın demək, sol tərəf hissəsində burada belə widgetlər bölməsi yerləşir. Widgets, yəni bunlar nədir? Demək, Windows 11 əməliyyat sistemində sanki buradan nələrə baxa bilərik? Hava durumuna baxa bilərik, xəbərlərə baxa bilərik. Nə bilim, bu kimi şeylərə yəni ki, buradan baxmaq olar. Təqvimə baxmaq olar kalendar vasitəsindən, nəqliyyat məlumatlarına baxmaq olar, nə bilim, maliyyə məlumatlarına baxmaq olar, idman məlumatlarına baxmaq olar. Bu internetlə işləyir. Widgetslər bölməsi adlanır bura. Bu hissədən dedik hava durumu, xəbərlər, maliyyə məlumatları, idman məlumatları kimi nələrsə baxmaq olar. İstəsən bu hissəni yığışdırıb və yaxud da geri qaytara bilərsən. Bu da taskbarın kontekst menyusundan mümkündür. İnşallah oradan danışacağıq birazdan. Sonra bu hissədə Start menyu yerləşir. Windows əməliyyat sisteminin baş menyusu adlanır. Demək, Start menyunu açmağın bir neçə yolları mövcuddur. Start menyunu açmaq üçün yan mausun üzərinə gətirib mausun üzərinə sol düyməni vurmaqla Start menyunu aça bilərik və yaxud da klaviaturadan sadəcə Windows düyməsini basarıq. Yəni bu bizim bildiyimiz Win düyməsi. Görürsüz, bu da Start menyuya oxşuyur. Bu düymənin üzərinə basmaqla Start menyunu aça bilərik və yaxud da klaviaturadan Ctrl üstəgəlinsin Escape düyməsini vurmaqla Windows əməliyyat sisteminin baş menyusunu Start menyunu açmaq olar. Demək, oraya yazırıq ki, Start menyunu açmağın yolları. Start menyunu açmağın yolları. Açmağın yolları hansılardır? Onları yazacağıq. Demək, biz dedik ki, birinci mausun sol düyməsi. Bunlar hamıya elə belə gələ bilər, amma bunlar mütləq ki, yəni qəbula düşən suallardır. Ondan sonra Windows düyməsi, yəni bizim bildiyimiz Win düyməsi. Win düyməsi bayaq göstərdiyi hansı idi? Ondan sonra Ctrl üstəgəlinsin Escape düyməsindən Windows əməliyyat sisteminin baş menyusunu Start menyunu açmaq olar. Bu da demək, Start menyunu açmanın yolları hansılar oldu? Bunu da buraya yazmış olduq. Bu Win düyməsi, Ctrl Escape düyməsi və yaxud da mausun sol düyməsindən açdıq Start menyunu. Və bundan da əlavə deyim ki, Start menyunun kontekst menyusunu nə ilə açmaq olar? Ya üzərinə gəlib sağ düyməni vuraram, kontekst menyusu açılar ki, buradan bir çox əməliyyatlar yerinə yetirmək olar da, bunlardan uzun-uzun danışmayacağıq ki, heç bunlar bizə də elə güclü lazım olmayacaqdır. Və yaxud da Win üstəgəlinsin X düyməsi vasitəsindən. Win üstəgələk X düyməsi vasitəsindən Start menyu, Windows əməliyyat sisteminin baş menyusunu açmaq olar. Üzr istəyirəm, Windows əməliyyat sisteminin baş menyusunun kontekst menyusunu açmaq olar. Yadında saxlayırsan ki, Ctrl Escape düyməsi Start menyunun özünü açır. Amma ki, Win üstəgəlinsin X düyməsi Start menyunun kontekst menyusunu açmaq üçündür. Yazıram ki, Start menyunun yazanmadıq, menyunun kontekst menyusunu açır. Kontekst menyusunu açır. Start menyunun kontekst menyusunu açır. Özünü açan Ctrl Escape-dir. Kontekst menyusunu açan Win üstəgəlinsin X düyməsi vasitəsindən Start menyunun kontekst menyusunu açmaq olar ki, oradan da bir çox əməliyyatlar yerinə yetirmək olar. Daha onları narahat olmayın, öyrənməyə ehtiyac yoxdur. Yəni gəlirəm klaviaturadan, buradan Win düyməsindən X düyməsini vururam. Görürsüz, Start menyunun kontekst menyusunu klaviaturamızın arxasından gördük ki, açmış oldu. Bu hissədən beləcə açılır ki, buradan da yenə deyirəm, narahat olmayın, nələrsə eləmək olar. Bir çox əməliyyatlar yerinə yetirmək olar. Həm tətbiqlərə, onların xüsusiyyətlərinə baxmaq olar. Nə bilim, parlaqlıq, səs, enerji, bir çox parametrləri tənzimləmək olar. Ekran sönməsi, yuxu rejimə keçməsi, bu kimi ayarları tənzimləmək olar. Müəyyən komitədə baş verən proseslərə baxmaq olar. Komitenin texniki göstəricilərinə baxmaq olar. Daha belə uzun-uzun sadalamağa ehtiyac duymuram. Yəni bu kimi əməliyyatları yerinə yetirmək olar. Elə bir sual düşməz. Demək, Start menyunu açırıq. Start menyu 3 dənə hissədən ibarət deyə bilərik. Bir, yuxarı hissə bura axtarış hissəsidir.
Bura search bölməsi. Məsəl üçün mən daxil oluram bura, tutalım ki, hansısa bir proqramı axtarıb tapmaq istəyirəm. Məsələn, Excel proqramını. Bura Excel sözünü yazıram. Excel proqramımız beləcə asılır. Vururam üstünə Excel proqramımız beləcə asılır. Ondan sonra Start menünün bura pin olunmuşlar bölməsi var. Nə istəyirsən bura pin eləyə bilərsən. Üzərinə sağ klik eləyib unpin from start eləyən kimi Start menüdən unpin olacaqdır. Və yaxud da hər hansısa obyektin üzərinə sağ düyməni vurub pin to start eləyərək onu Start menüyə gətirib bərkidə bilərik. Bir də burada belə bir bölməmiz var. Recommended yazılan bölmə. Belə yaxşı deyəmədim. Sizin inşallah daha yaxşı aksentlə deyərsiniz. Bu bölməmiz nə üçün istifadə olunur? Bu sənin sanki təşrif olunanlar bölməsidir. Necə deyək? Belə son istifadə olunanlar bölməsi kimi də bəzən demək olar. Təşrif olunanlar bölməsidir ki, sənə təşrif edir ki, məsəl üçün tutam sən ən son bunlardan istifadə edibsən, istəyirsən məsəl üçün tutam ki, açmaq və yaxud da bu sadəcə belə deyərik ki, ümid edirəm ki, başa düşdünüz. Təşrif olunanlar bölməsi kimi deyə bilərik burdan. Axtarışlar bölməsi, pin olunmuşlar bölməsi, bu təşrif edilənlər bölməsi və bir də aşağı hissədə burada biz öz istifadəçi hesabımıza baxa bilərik və yaxud da ki, başqa bir istifadəçi hesabına buradan test eləyə bilərik və yaxud da burada power düyməmiz var. Kompüterin söndürülməsi düyməsi ki, buradan kompüterimizi söndürə bilərik. Power düyməsinin içərisində müəyyən bir əmrlərimiz yerləşir. Lock yerləşir, ekran kildə salmaq kombinasiyası winlı düyməsidir. Yuxu rejimə keçə bilərik, kompüterimizi söndürə bilərik, bir də kompüterimizi yenidən başlada bilərik. Power düyməsinin içərisində yerləşən əmrlərimiz hansılardır? Bunu da yaxşı yadınızda saxlayın ki, bunun içərisində yerləşən bu kimi əmrlərimiz var. Lockdur, slipdir, shutdowndur, restartdır. Daha bunları ora yazmıram, amma siz yazsaz daha yaxşı olar ki, bu power düyməsinin içərisində yerləşən əmrlərimiz hansılardır. Bu start menü. Bunu istəsəz buna screen eləyib yadınızda saxlaya bilərsiniz. Start menüdən bu qədər, başqa da heç nə danışmağa ehtiyac yoxdur. Ctrl Escape düyməsindən və yaxud da Win düyməsindən asılır. Bu 3 dənə hissədən ibarətdir. Power düyməsinin içərisində olanları da inşallah ki, artıq yazmış oldunuz. Ondan sonra buradan çıxırıq. Burada search bölməsi var. Search bölməsi ilə bizim bayaq bildiyimiz bu start menüyə girəndə buradan axtardıq, tapdıq, sanki oranı aktivləşdirir. Search bölməsini aktivləşdiririk birinci. Aktivləşdirəndən sonra yenə məsəl üçün mən istəyirəm ki, tutalım ki, buradan Word proqramını axtarım tapım. Word yazıram, bizə Word proqramını axtarır, nəyini çıxardır və yaxud da bayaq Excel yazmışdıq, Excel proqramı bizə axtarır, çıxardır. Bu search bölməsini aktivləşdirməyin kombinasiyası WinS düyməsidir. WinS bizim bildiyimiz S, yəni search sözünün baş hərfi. Və yaxud da Win üstə gəlinsin Q düyməsidir. Q hərfi. Win Q düyməsindən də bu start menünü search bölməsini aktivləşdirmək olar. Birazdan bunun haqqında bir iki dənə məlumatlar öyrənəcəyik. Yenə deyirəm, bura girdik. Məsəl üçün Word proqramını axtardıq, üstünə bir dəfə klik elədik və əsasən Word proqramı beləcə açıldı və ikonu beləcə taskbara düşmüş oldu. Ondan sonra burada Task View bölməsi var ki, Task View yeni bir xəyali pəncərə yaratmaqdır sanki. Yəni yeni bir xəyali pəncərə nəyə deyirəm? Məsəl üçün tutam ki, mən burada bu pəncərəmdə Excel proqramından işləyirəm. Hal-hazırda Excel-də nəsə xüsusi bir iş gördük. Mən istəmirəm ki, bu pəncərəni bağlayım və yaxud da bu pəncərəni minimize düyməsi vasitəsindən taskbara yığmaq istəmirəm. İstəyirəm ki, ancaq bu formada beləcə ekranımda qalsın. Gəlirəm burada belə bir əmrimiz var. Task View əmri nə iş görür? Yeni başqa bir deyil pəncərə yarat. Məsəl üçün desktop 1-in var, sən burada Excel-lə işləyirsən. New desktop əmri vasitəsilə ikinci bir pəncərə yarat, bombolan boş. Məsəl üçün tutam ki, gəl burada PowerPoint proqramını aç. Gəl burada PowerPoint-la işlə, slide yarat, nəsə elə. Məsəl üçün istəyirsən ki, üçüncü bir pəncərə yaradasan, yenə new desktop əmrini vur, gəl burada Word proqramını aç. Word proqramından işlə burada və s. və ilə axır. Bu kimi işləri gör. İndi demək task view dedik ki, yeni bir pəncərə yaratmaq üçün istifadə olunur və ya buradan başına close əmri var. Bunları vurmaqla, bunları nə edə bilərsən? Bunları beləcə bağlaya bilərsən və açılmış bu pəncərələri birinci ekranında görə bilərsən. Yeni bir xəyali pəncərə yaratmağın klaviatura kombinasiyası Win Control D düyməsidir. Win Control D. Tutalım ki, yenə dedik, sən burada Excel proqramından işləyirsənmi? Win Control D düyməsini vurursan, görsən sənin üçün yeni bir xəyali pəncərə yaradır. Burada da yəqin ki, gördünüz, desktop 2 gəldi. Və yaxud da daxil oluram bura, burada desktop 2-ni görürəm. Xəyali pəncərələr arası burada tutam ki, açdıq Word proqramını. Xəyali pəncərələr arasında keçid eləmək, xəyali pəncərələr arası keçirmək. Win Control sola ox, Win Control sağa ox düymələridir. Bizi dəqiqə gəlin bunu düzəldək. Demək buradan
Gəlirik bura. 2 dənə pəncərə açmışıq. Mən birinci pəncərəmdə Word proqramından işləmək istəyirəm. Tamam ki, burada nə istəyirəm Word açmışıq. Bir də bunu bağlayaq. Elə bu Word proqramı olsun. Bununla işləmək istəyirəm. İndi keçirəm ikinci xəyali pəncərəmizdə. Deyirəm ki, mən burada Excel proqramını açacağam. Excel proqramından işləyirəm. Belə. İndi Win, Ctrl, sola oxu vururam. Heç nə baş vermir. Win, Ctrl, sola və yaxud da sağa ox. Yadınızda saxlayın ki, xəyali pəncərələr arasında keçid eləməkdir. Bəli, sola ox, sağa ox, sağa ox, sola ox xəyali pəncərələr arasında keçid eləmək üçün istifadə olunur. Hal-hazırda mən onları vururam. Sadəcə bayaq oxlara səhv vururdum. Ondan sonra xəyali pəncərəni bağlamaq üçün məsələn Win Ctrl sağa oxu vururuq, gəldik bu xəyali pəncərəmizə. Win Ctrl F4 düyməsini vurmaqla xəyali pəncərələri bağlamaq olar. Win Ctrl F4 düyməsindən xəyali pəncərəni bağlaya bilərsən. Və yaxud da ki, bayaq dediyimiz kimi gəlib üzərində belə X düyməsini vurmaqla xəyali pəncərəni bağlamaq olar. Demək biz dedik ki, yeni bir pəncərə yaratmaq. İndi buna xəyali pəncərə və ya task view deyirik. Yəni buradan yazıram ki, Aydın kitablarda belə görəcəksiniz. Yeni xəyali pəncərə yaratmaq task view-dur. Yeni xəyali, yəni o arxa planda yaranan axı pəncərə yaratmaq. Qabağına mötərizədə yazıram ki, task view. Task view. Yolları hansılardır? Yeni xəyali pəncərə yaratmağın yolu. Win Ctrl, Win üstə gələk. Ctrl üstə gələk D. Yeni xəyali pəncərə yaratmanın kombinasiyası Win Ctrl D-dir. Xəyali pəncərələr arasında keçid eləmək. Buraya yazırıq ki, pəncərələr arasında keçid eləmək. Pəncərələr arasında keçid sadəcə yazıram. Hansılardır? Demək onlar Win üstə gələk. Ctrl sağa ox və sola ox düymələridir. Win Ctrl sağa, Win Ctrl sola. Sizə kitabımıza yazırsınız. Win Ctrl sağa və yaxud da sola. Pəncərələr arasında keçid eləyir. Xəyali bu pəncərələri bağlamaq üçünsə Win Ctrl F4 düyməsindən istifadə olunur. Pəncərələri bağlamaq hansıdır? Bağlamaq Win Ctrl F4 düyməsidir. Yazıram buradan Win üstə gəlinsin. Ctrl üstə gəlinsin. F4 düyməsi vasitəsilə bu yaratdığımız xəyali pəncərələri bağlamaq olar. Ümid edirəm ki, burada aydındır. Burada heç də güclü bir çətin bir şeyimiz yoxdur. Sonra burada copilot əmri var. Bu əmrimiz nə iş görür? Demək, Windows 10 əməliyyat sistemində sadəcə Cortana deyildilər, səsli virtual köməkçi belə bir şey var idi. Artıq burada copilotla əvəz olunubdur. Bu süni intellekt əsaslı bir köməkçi proqramdır Windows 11 əməliyyat sistemində. Deyə bilərik ki, süni intellekt əsaslı bir köməkçi proqramdır. Sənin üçün məsəl üçün suallarına sənə cavab versin, nə bilim mətn yazsın, onları redakt eləsin. Bu kimi əməliyyatları yerinə yetirmək olar. Sadəcə bir cümlə ilə deyə bilərik ki, yəni proqramlarla, əməliyyat sistemindən işləyən zaman sənin suallarına cavab vermək üçün istifadə olunan bir dənə proqramdır. Ondan sonra burada müəyyən, indi bu hissələrdən inşallah növbəti videolarımızda danışacağıq. Burada da pin elədiyimiz proqramlarımız və yaxud da nələrimizsə yerləşir ki, bura pin olunublar hal-hazırda. Üzərinə sağ düyməni vurub onu unpin from eləyə bilərsən. Tutam ki, mən buradan Excel proqramını pin eləmişəmsə də buradan bunu unpin from eləyib taskbardan yığışdıra bilərəm. Və taskbarın üzərində pin olunmuş proqramların birindən o birisinə keçmək üçün Win üstə gəlinsin 1, 2, 3, 4 bu kimi əmrlərdən istifadə olunur. Tutalım ki, necə? Açırıq klaviaturamızı. Görək indi burada şey yarayacaqmı? Demək, Win əgər 1 düyməsini vursam, bu hissədən, indi burada şey yaramadı. Win 1 düyməsini vururuq. Win 2, Win 3. Biz dəqiqə qaytarıb bunları bağlayırıq. Bunları bir də bağlayaq. Bəzən ola bilər ki, bir neçə saniyə gecikir sonra. Tamam, Win 2 düyməsini vururuq. Burada File Explorer açılır. Bura copilot idi axı birinci. Tamam, Win 3 düyməsini vursaq bu açılmalıdır. Üçüncü bu yerləşir axı Microsoft Store açılmalıdır. Win 3-ü vururuq. Görürük ki, bəli, Microsoft Store açılır. Win 4-ü vursam Microsoft Edge açılar. Win 5-i vursam Chrome açılar. Məsələn, Win 6-nı vursam Word açılacaq. Word altınızda axı Win düyməsindən indi Word açmışıq. Deyək ki, məsəl üçün Win 7-ni vursaq PowerPoint açılar. Win-lə 7-ni vururam PowerPoint açılır gördüyümüz kimi. Sadəcə sensor klaviaturamızda bayaq Win
7-ni vururuq PowerPoint asılır. Gördük ki, beləcə asıldı. Win1-i vursaq Copilot asılardı. Bu burada olan Start menu, Search, Task View bunlar taskbara aid olan şeylərdir. Axı biz bunları sonradan pinləmişik. Bu Copilotdur, nə bilim, brauzerlərdir, proqramlardır və s. və ilə axır. Taskbarın üzərində bərkidilmiş və yaxud da durmuş proqramların birindən o birisinə keçmək üçün Win üstəgəlsin 1, 2, 3 və sonsuz sayda əmrlərdən istifadə olunur. Və bir də ki, məsəl üçün fikir verirsinizsə, bu Word-un aşağısında belə bir işıq yanır. Belə bir xətt gedir. İşıq yanır, xətt gedir deyim, nə deyim. PowerPoint-un aşağısında görürsüz belə bir xətt gedir. Amma Excel-in aşağısından xətt getmir. Access proqramının aşağısından xətt getmir. Məsələn, screen recording-in aşağısından belə bir məsəl xətt gedir və yaxud da Chrome-un aşağısından xətt gedir. Yadında saxlayırsan ki, taskbarın üzərinə bərkidilmiş və yaxud da açılmış proqramların aşağısında olan o işıq işarəsi onun açıq olduğunu bildirir. Hal-hazırda bizə sual versələr ki, beləcənə, tam bu şəkli beləcənə kəssələr belə, göstərilmiş şəklə əsasən neçə dənə əmrimiz açıqdır, neçə dənə daha doğrusu o proqramımız açıqdır. Deyəcəm ki, Chrome açıqdır, Word açıqdır, PowerPoint açıqdır. Tutam ki, belə kəssələr. Amma deyəcəm Excel-dir, Access-dir, məsəl üçün, Edge-dir, bunlar bağlıdır. Aşağısında bu işıq olanlar belə xətt gedir, yüngül var. Ümid edirəm ki, onları görə bilirsiniz. Bunlar onun açıq olduğunu bildirmək üçün istifadə olunur. Bərkidilmiş proqramların birindən o birisinə keçməkdə Win1, 2, 3 düyməsi və 4 düyməsi, 5 düyməsindən keçmək olar. Və yaxud da hər hansı bir proqramın üzərinə sağ düyməni vurarsan, buradan Unpin from taskbar eləməklə onu bu taskbarın üzərindən kənarlaşdıra bilərsən. Close Windows əmri vasitəsindən də onu nə edə bilərsən, bağlaya bilərsən. Ondan sonra demək taskbarın bu lap sağ tərəfi notification dediyi ən sağ küncündə gətirirsən, mouse görsənmir. Bura show desktop hissəsi adlanır. Show desktop hissəsi. Buna aeropic funksiyası deyirlər. Burada sol düyməni bir dəfə vursan, bu açıq olan pəncərəmiz gedər. Nə qədər açıq olan pəncərəmiz varsa, show desktop nə var? Nə deməkdir? Yəni desktopu göstər. Mənə iş masası lazımdır. Desktopun da göstərilməsi üçün bunlar nə olmalıdır? Bağlanmalıdır. Bağlanmalı deyəndə yəni taskbara düşürük. Vururuq, beləcə desktopumuzu göstəririk və yaxud da vururuq, həminki hansı proqramdaydıqsa o proqramı qaytarır bizə göstərir. Show desktop deyirlər. Burada siz görmürsüz. Yəqin ki, show desktopun adını indi hal-hazırda görürsüz. Bildirişlər paneli dedik ki, Win N düyməsi vasitəsilə açılır. Bu show desktopun klaviatura kombinasiyası da Win-D düyməsidir. Win-D-ni vururuq, beləcənə bağlasın, desktopu göstərsin, Win-D-ni vururuq, beləcənə qaytarsın. Ondan sonra bu taskbarımız idi. Taskbarın yəni ki, ilkin vəziyyətindən biraz danışmış olduq. İndi biraz kontekst menüsünə daxil olmağa çalışacağıq. Demək, mouseun sağ düyməsindən asılan menyuya kontekst menü deyirik. Sağ düymənin üzərində vururuq və yaxud da burada vururuq. Taskbarın kontekst menüsündə 2 dənə belə ilkin vəziyyətdə əmrimiz çıxır. Task Manager çıxır, bir də Taskbar Settings çıxır. Bəzi Windows-un versiyalarında sən Task Manager-i görməyə bilərsən. Bu əsasən 25H2 versiyalarında görsənir və yaxud da 24H2 versiyalarında görsənir. Yəni heç problem yoxdur. Bunu aktivləşdirməyin də öz bir yolu var. Demək, Task Manager bu nə iş görür? Task Manager yazılan Task Manager donmuş, kilitlənmiş, asılı halda qalmış proqramları bağlamaq üçün istifadə olunur. Tutalım ki, biz girmişik Excel proqramını açdıq. Excel proqramına nə qədər eləyirik? Məsəl üçün buradan tutalım ki, Excel proqramı açılmır. Məsəl üçün nə qədər vurursan Excel proqramı bağlanmır. Nə edirsən? Task Manager-i köməyə çağırırsan. Açırsan sağ düyməni, buradan vurursan üzərinə. Task Manager-in üzərinə vurursan, belə bir pəncərəmiz açılır. Belə bir pəncərəmiz açıldı. Buradan tutalım ki, gəlirsən sən Excel proqramını seçirsən. Excel proqramını seçdin. Aşağı hissəyə biraz çəkək bu hissədən. Çox getdi. Buradan End Task-ı görməli idik. Yox, görmürük. Artıq Windows 11 əməliyyat sistemində End Task-ı bu hissədə yuxarıda görürük. Burada End Task əmri var. Excel-i seçmişdik axı burdan. İndi Excel seçmirsən, nə bilim nəyi seçirsən seç. End Task-ın üzərinə vururam. Hal-hazırda aşağıda Excel-in açıq olduğunu görürük. Aşağısında da belə işıq yanır. Üstünə gətirəndə açıq olduğu görsənir. Vəssalam, bizim Excel-imizi bağlayır. Vəsə bağladı, getdi. Görürsüz Excel-in üstünə qədər gətirirəm, Excel-imiz görsənmir. Eləcə adı yazılır Excel. Demək, Task Manager donmuş, kilitlənmiş, asılı halda qalmış proqramları bağlamaq və kompüterimizin işləmə performansına baxmaq üçün istifadə olunur. Bu hissədən görmək olur. Donmuş, kilitlənmiş, asılı halda qalmış proqramları bağlamaq və kompüterin işləmə performansına baxmaq üçün istifadə olunur. Tərifimiz belə deyəcəyik. Yazırıq bura. Task Manager donmuş, kilitlənmiş, donmuş,
Yazırıq. Kilitlənmiş, siz də yazırsınız. Donmuş, kilitlənmiş, aslı halda qalmış, aslı halda qalmış proqramları bağlamaq və kompüterimizin işləmə performansına baxmaq üçündür. Və kompun işləmə performansına baxmaq üçündür. Baxmaq üçün istifadə olunur Task Manager. Task Manager-i aktivləşdirməyin klaviatura kombinasiyası Ctrl-Shift Escape düyməsidir. Gəlirik klaviaturamızdan, açırıq klaviaturamızı. Ctrl-Shift Escape düyməsinin üzərinə vururuq. Görürsünüz Task Manager açılır. Və yaxud da ki Ctrl-Alt-Delete düyməsində vurmaqla Ctrl-Alt-Delete düyməsini vururuq. Buradan on-screen keyboard edirik. Ctrl-Alt-Delete düyməsini vurmaqla belə bir hissə açılır ki, buradan da Task Manager-in üzərinə vurmaqla Task Manager-i nə edə bilərik? Aça bilərik. Demək, Task Manager aktivləşdirməyin kombinasiyası qaydımız davam eləyir. Yazırıq ki, Ctrl üstə gəlinsin Shift üstə gəlinsin Escape düyməsi, ESC və yaxud da Ctrl üstə gələk Alt üstə gələk Delete düyməsi. Yəqin ki, siz bu klaviatura kombinasiyasını çox eşitdirsiniz. Ctrl-Alt-Delete Task Manager-i aktivləşdirmək üçün istifadə olunur. Bunu da öyrənmiş olduq. Task Manager donmuş, kilitlənmiş, asılı halda qalmış proqramları bağlamaq və kompüterimizin işləmə performansına baxmaq üçün istifadə olunur. Burada Taskbar Settings bölməsi var. Ki, Taskbarın ayarlar bölməsidir. Daxil oluruq Taskbar Settings bölməsinə. Burada bir çox əməliyyatdan danışacağıq. Ümumiyyətlə, yəni Taskbarın ayarlar bölməsi, tənzimləmələr bölməsini buradan həyata keçirmək mümkündür. Demək, burada Taskbar Items bölməsində nələr var, nələr yox. Taskbarın üzərində yerləşən məsəl üçün bayaq search bölməsi var idi. Dedik, Win-C və yaxud da Win2 düyməsindən asılır. Onunla bağlı bir neçə ayarları tənzimləyə bilərik. Bu hissədən, məsəl üçün, istəyirəm ki, o search bölməsi gizlənsin. Və sən sual verə bilərsən, gizlənəndə necə axtarım? Biz dedik, axı, start menyuya daxil olarsan, sadəcə bu hissədən nə edirsən? Nəsə yazarsan, eləcən sənə birbaşa axtarar, nə edir? Çıxardar. Və yaxud da mən istəyirəm ki, o axtarış bölməsi həmişə ikon olaraq görsənsin. Belə balacana görürsünüz, təkcə ikon olaraq görürsünüz. Beləcə, lupa işarəsi. Yox, deyirəm ki, həm ikon kimi görsənsin, həm də beləcə adı yazılsın bölünə. Search. Və yaxud da deyirəm ki, böyük qutu formasında görsənsin. Bax, məsələn, bu formada search. Demək ki, axtarış ikonunu gizli formaya sala bilərik. Yalnız ikonunu göstərə bilərik. Həm ikonu, həm adı görsənir, həm də beləcə qutu formasında görsənir. Biz deyirik ki, sadəcə ikonu görsənsin və yaxud da həm ikonu, həm adı görsənsin. Qoy belə qalsın, belə daha qəşəngdir. Ondan sonra dedik ki, burada Task View var. Task View dedik ki, yeni xəyali pəncərə yaratmaq üçün istifadə olunur. Bu buradaydı. Task View. Task View görsənməsin və yaxud da görsənsin. Onu on eləyə bilərik və yaxud da onu oradan off eləyə bilərik. Bu hissədən məlum məsələdir. Sonra widgetslər bölməsi var. Bayaq dedik, sol küncü hissədə widgetslər bölməsi var ki, oradan hava durumuna, xəbərlərə, maliyyə məlumatlarına, bu kimi şeylərə baxmaq olar. Onu gizlədə bilərəm və yaxud da onu göstərə bilərəm. Bunlar təbii ki, ümid edirəm ki, hamınıza bu hal-hazırda asan gəlir. Deyirsiniz ki, burası nə asandır? Bəli, düz fikirləşirsiniz. Həqiqətən də asandır. Ondan sonra bu hissələrdən başqa nələr var, nələr yox. Burada Stem Tray Icons bölməsi var. Bu hissədən Emoji and More bölməsinin vasitəsilə nə edə bilərik? Sadəcə emojilərindən, bax bu aşağıda görürsünüz bu emoji. Görürsünüz bunu? Bunu buradan aktivləşdirə bilərsən və yaxud da nə vaxtsa görsənsin və yaxud da nə vaxtsa görsənməsin. Sən tutalım ki, emojilərindən klaviaturda emojilərindən istifadə edəcəksən bunu. Bundan qabaqki videomuzda danışmışdıq. Ondan sonra pen menü. Bəzi kimlərinsə kompüterləri var ki, onlar tutalım ki, qələmi dəstəkləyən kompüterlərdir. Sən qələmini avtomatik taxan kimi qələmin görsənməyini istəyirsənsə on eləyirsən, istəmirsənsə off eləyirsən. Təbii ki, bizim kompüterimizdə yoxdur deyə biz bunu on eləsək, off eləsək sənin üçün heç bir mənası olmayacaqdır. Sonra Touch Keyboard bölməsindən toxunma klaviaturasını aktivləşdirə bilərsən və ya da passivləşdirə bilərsən. Burada mən deyirəm ki, toxunma klaviaturası həmişə görsənsin, always əmri var. Aşağı hissədən görürük bunu. Və yaxud da istəyirəm ki, məsəl üçün heç vaxt görsənməsin. Belə.
Eee, bunun üzərinə vururuq beləcənə ekran toxunma klaviaturası kimdə sensor ekrandırsa, niyə görsənmədi bu? Hə, yəni narahat olmayın. Siz bunun üzərinə vuracaqsınız. Görəcəksiniz ki, ekran klaviaturasını neynəyirsiniz? Görürsüz bu hissədə. Çox maraqlıdır. Niyə görsənmədi? Yəni normal halda, yəni bu hər gün elədiyimiz bir şeydir. Ola bilər yenə nəsə gözümdən qaçdı bu hissədən. Bəlkə nəsə eləmişik. Bunun heç bir dəxli hissi yoxdur. Sadəcə elə belə. Hə, ekran klaviaturamızın, yəni toxunma klaviaturasının kimdə sensor ekrandırsa, onu aktivləşdirmək və yaxud da passivləşdirmək üçün istifadə olunur. Bunlar çox bura asan hissələrdir. Ondan sonra burada demək nələr var? AZ System Tray Icons əmrimiz var ki, burada nə edə bilərik? Digər sistem ikonları bölməsindən. Sən məsəl üçün taskbarın üzərində hansı ikonları istəyirsən görsənsin, hansı görsənməsin. Məsəl üçün tutalım ki, bu aşağı hissədə, bu bildirişlər bölməsində nə istəyirsən görsənsin. Bluetooth məsəl üçün deyirəm ki, görsənsin, görsənin. On eləyirəm, burada görsənir. Deyirəm məsəl üçün görsənməsin. Həm Zoom görsənsin, görsənməsin və yaxud da hansı proqramı istəyirsənsə görsənsin və yaxud da görsənməsin. Məsəl üçün belə. Ümid edirəm ki, bu da aydındır. Hansı AnyDesk məsəl üçün görsənsin, vururam, beləcənə görsənsin və yaxud da görsənməsin. Sonra bu hissəni beləcənə bağlayırıq, keçirik aşağı Task Behavior yazılan bölmədən nə edə bilərik? Sanki taskbarın necə deyim, nə bölməsidir? Davranışları bölməsi deyə bilərik bu hissəyə. Taskbarla necə davranırsan, necə istəyirsən olsun taskbar, taskbarın üzərindəki nələrsə necə olsun. Demək, burada nə edirik? Taskbar alignment yazılan bölmədən ya taskbarın üzərindəki bu ikonları, bu piktoqramları, obyektləri bu formada görürsən. Mərkəzdə, start menuda mərkəzdə görürsən. Burada center əmri var. Bir də left əmri var və yaxud da istəyirsən ki, sən onları sol tərəfdə görsün. Yəni bu düymələr, bunun üzərində olan ikonlar hal-hazırda görsən mərkəzdən düzləndirilib, ortadan düzləndirilib. Yox, deyirəm mən sol tərəfdən düzləndirilsin. Bu formada beləcə düzləndirilmiş olur. Windows 10 əməliyyat sistemindəki kimi düzləndirilir. Ümid edirəm ki, bu da aydındır. Sonra avtomatik olaraq hide taskbar əmrimiz var ki, avtomatik olaraq taskbar gizlədilsin. Bunun üzərinə vururuq, taskbarımız getdi. Bir də mouse'un üzərinə gətirirsən bunu, taskbar görsənir. Aparırsan, gedir. Gətirirsən, görsənir. Sən gizlənpaç oynayırsan ki. Mən də istəyirəm ki, həmişə taskbarımız görsənsin. Sonra burada çox maraqlı bir əmrimiz var. Show bad guess on taskbar yazılan. Bu əmrimiz nə iş görür? Təsəvvür eləyin ki, məsələn, burada WhatsApp-ımız var. Tutalım ki, bu hissədə WhatsApp-ı bərkitmişik bura taskbarın üzərinə. WhatsApp-da səndə tutalım ki, 99-dan çox mesaj var. 99 plus yazılır və ya da nə bilim 10 dənə mesajın var. O üstündə belə ikon kimi göstərir. Sənin neçə dənə bildirişin var? Məsələn, 10 dənə tutalım ki, mesajın var. Onu göstərmək və ya da göstərməmək üçün istifadə olunur. Sonra burada da bu əmrimizdə show flashing on taskbar. Bu əmrimiz nə iş görür? Bu da onunla bağlı bir əmrdir. Tutalım ki, kimsə WhatsApp-dan dayanmadan tak-kataraq mesaj yazır. Bu əmrimiz də o funksiyanı yerinə yetirir ki, həmin WhatsApp-ın üzərində necə deyək, işıq yansın, keçsin. Yəni sənə bildirsin ki, kimsə özünü öldürdü orada. Yəni WhatsApp-a cavab ver. Bax, o funksiyanı yerinə yetirmək üçün istifadə olunur bu flashing əmri. Ki, hər hansısa bir ikonların üstündəki yanıb sönmək əmrini aktivləşdirmək üçün istifadə olunur. Yəni sənə bildirir ki, vacib bir məsələ var, tez buna cavab ver. Sonra burada belə bir əmrimiz var. Show my taskbar on all display əmrimiz var ki, bu da bir neçə əgər sən birdən çox monitordan istifadə edirsənsə, burdan bir çox seçimlər yerinə yetirə bilərik. Hal-hazırda bizdə boz rəngdədir, çünki bizim bir dənə monitorumuz var. Bu əmrimizdə o funksiyanı yerinə yetirir. Birdən çox monitordan istifadə edirsənsə, bəzi tənzimləmələri burdan apara bilərsən. Ondan sonra burada var Share any Windows My Taskbar. Bu əmrimiz demək nə iş görür? Tutalım ki, biz Microsoft Teams-lə kimlənsə danışırıq və yaxud da nə video zəng eləmişik. Nə bilim Zoom-la eləyibsən. İndi özüm mən Microsoft Teams dedim və ya Meet-lə eləyibsən. Bu əmrimiz aktiv qalsa, taskbarın üzərindən desktopumuzu paylaşmaq olar. Bu taskbar üzərindən iş masasını paylaşmaq üçün istifadə olunur. Heç bu qədər dərinliklərinə girməzlər, sadəcə dərsimizi keçirik deyə, ümumi məlumatımız olsun deyə buradan deyirik. Sonra burada select belə bir əmrimiz var. Bu əmrimiz nə iş görür? Biz bayaq dedik ki, show desktop əmrimiz var. Show desktop ki, gətiririk aşağı küncə görsənir. Vururuq beləcə desktop görsənsin. Vururuq məsəl üçün hər hansısa
olduğumuz pəncərə görsənsin. Onu tənzimləmək üçün istifadə olunur. Sən bu əmri passivləşdirsən, nə qədər gəlib burada sağ küçdən sol düyməni vursan da beləcənə heç nə olmayacaq. Yəni bizim o pəncərəmiz görsənməyəcək. Bax nə qədər vururuq hal-hazırda. Bilmirəm eşidirsiniz yoxsa yox. İndi əlim sağ düyməyə dəydi. Görsənməyəcək. Amma bunu aktivləşdirən kimi gəlirəm buradan muza çıx vururam. Desktopumuzu göstərir və yaxud da göstərmir. Dedik aero pick funksiyası deyirik ona. Ayrı funksiyalardan da danışanda danışmış olacağıq. Yəni iş masasını göstərsin və yaxud da göstərilməməsi üçün istifadə olunur. Sonra burada var combine taskbar buttons and hide libraries əmri. Bu əmrimiz nə iş görür? Demək taskbarın üzərindəki ikonlar 3 dənə vəziyyətdə mümkündür. Bu necədir? Burada always əmrimiz var. When taskbar is full var. Bir də never əmrimiz var. Always olanda, always əmrimiz aktiv olanda taskbarın üzərindəki proqramların sadəcə ikonlarını görürük. Adlarını görmürük. Sadəcə ikonlarını görürük və uyğun pəncərələr bir dənə düymədə qruplaşdırılır. Yəni bu nə deməkdir? Bunlar çox önəmli məsələlərdir. Məsəl üçün hal-hazırda görsən, sən Word-ün ikonunu görürsən. Word yazılmayıbdı ki, onun böyrünə. Yox. Sən Excel-in ikonunu görürsən. Excel yazılmayıbdı ki, onun böyrünə. Yox. Üstünə gətirəndə sadəcə Excel yazılır. Excel proqramını açırıq, tutalım ki, və eyni zamanda biz Excel keçmişik də. Mən yeni bir dənə iş kitabı yaradıram. Kontrolunu vururam. Book 2, Book 3, Book 4. 4 dənə iş kitabı yaratmışam. Amma sən taskbarda neçə dənə Excel görürsən? Bir dənə Excel görürsən elə. Burada bir dənə görürsən. Üstünə gətirəndə belə pəncərələrin eskizləri görsənir. Demək deyəcəm ki, taskbarın üzərindəki ikonları 3 dənə vəziyyətdə görmək mümkündür. Biri always-dir ki, always olanda necə olur? Taskbarın üzərində ikonların sadəcə özləri görsənir, adları görsənmir və uyğun pəncərələr bir dənə düymədə qruplaşdırılır. Yəni 4 dənə Excel açmışam, amma mən bir dənə Excel görürəm. Yəni bir dənə düymə görürəm. Və biz də bunları məsəl üçün tutalım ki, buradan beləcə bağlamış oluruq. Ondan sonra burada var when taskbar is full əmri. Bu əmrimiz nə iş görür? Demək bu əmrimiz aktiv olanda taskbarın üzərindəki ikonların, taskbarın üzərindəki proqramların həm ikonları görsənir, həm də adları görsənir və uyğun pəncərələrin qruplaşdırılması nə zaman baş verir? Taskbar dolanda baş verir. Tərcüməsindən də məlumdur. When taskbar is full. Məsəl üçün tam Excel proqramını açırıq, beləcə bayaq da Excel proqramını açmışdıq. Mən aşağı hissədən həm Excelin özünü görürəm, həm də Excelin adını görürəm. Amma bayaq necə idi? Bayaq sadəcə always olanda Excelin özünü görürdüm, amma adını görmürdüm. Bunlar magistr imtahanının çox önəmli məsələlərdir. Kimin üçünsə elə belə gəlsə də. When taskbar is full olanda demək necə olur? Həm ikonu görsənir, həm adı görsənir və uyğun pəncərələr taskbar dolanda qruplaşdırılır. Hal-hazırda tutalım ki, taskbarımız dolubdur deyə uyğun pəncərələrimiz burada nə oldu? Qruplaşdırılmış oldu. Buradan biraz pin olunmuşları buradan ləğv eləsək, geçsələr, mən görəcəm ki, onlar ayrı-ayrı görsənirlər. Məsəl üçün PowerPoint biraz bağlayaq. PowerPoint bağlamağa çalışırıq, bağlanmır. Bağladıq. Bunu buradan unpin eləyək. Word-ü bağlamayaq. Buradan bunu unpin eləyək. Nə oldu? Bunu nə qədər unpin eləyək ki, bura geçsin? Klaviaturamızda geçsin. Gördünüz? Biraz taskbarın üzərindəki ikonları ləğv elədik. Biraz boşaltdıq. Artıq görürsünüz, onları necə görürsün? Ayrı-ayrı görürsən. Uyğun pəncərələrin qruplaşdırılması taskbar dolanda baş verir. Amma bayaq always eləyəndə istəyirsən taskbar dolsun və yaxud da dolmasın. Görürsən, burada boş hissəmiz var. Uyğun pəncərələr avtomatik olaraq bir düymədə qruplaşdırılır. Amma when taskbar is full olanda həm adı görsənir, həm ikonları görsənir və yaxud da göstərdiyi ki, uyğun pəncərələrin qruplaşdırılması ancaq və ancaq dolanda baş verir. Bir də burada never əmrimiz var ki, never əmrini də üzərinə vuranda həm aşağıdakı ikonlar görsənir, həm də adları görsənir və uyğun pəncərələrin qruplaşdırılması heç zaman baş vermir. Demək, always olanda sadəcə ikonları görsənir, adları görsənmir. Uyğun pəncərələr necə qruplaşdırılır? Avtomatik olaraq qruplaşdırılır. When taskbar is full olanda qruplaşdırılması taskbar dolanda baş verir. Never-də olanda heç vaxt qruplaşdırılmır. Mütləq ki, onu bir yerə yazmaq lazımdır. Biz deyirik ki, məsəl üçün heç vaxt necə deyim, adları görsənməsin, avtomatik olaraq daha doğrusu qruplaşdırılsın. Demək yazırıq ki, bu hissədən bir yerdən taskbarın üstündəki ikonları 3 vəziyyətdə görmək olar.
görmək olar. Onlar hansı vəziyyətdə oradan danışacağıq. Birincisi always-dir. Bu zaman necə olur? Demək, ikonların, proqramların daha doğrusu, sizə çalışıb bunu ikonların deyirəm. Proqramların, buraya yazırıq. Proqramların sadəcə ikonu görsənir. İkonu görsənir. Adı görsənmir. Dalında bu formada yazılır. Adları görsənmir. Vergül qoymaq istəyirik. Adları görsənmir və uyğun pəncərələr necə qruplaşdırılır? Avtomatik qruplaşdırılır. Always olanda. İndi when taskbar is full olanda nətər olur? Buraya yazırıq. When taskbar is full. Bu zaman necə olur? Demək, taskbarın üzərində proqramların, yazırıq yenə. Proqramların həm adı, həm də ikonu görsənir. Və pəncərələrin qruplaşdırılması taskbar dolanda baş verir. Sizə 2026-cı ilin qəbul sualını deyirəm. Taskbar dolanda baş verir. Bir dənə də var. Nev əmrimiz var idi ki, keçirik aşağı hissəyə. Never əmrimiz var idi. Adından məlumdur heç vaxt. Yazırıq ki, proqramların həm ikonu, həm də adı görsənir. Və pəncərələr heç vaxt qruplaşdırılmır. Bununla bağlı çox möhtəşəm testlər hazırlayırıq Windows-la bağlı. Bunlarla bağlı, hamısından bağlı testlərimiz var. İşləyərək daha da möhkəmləşdirəcəyik. When taskbar is full-la nevənin bir fərqi oldu ki, when taskbar is full-da dolanda qruplaşdırılır, amma nevədə ümumiyyətlə heç vaxt qruplaşdırılmır. Bunu da buradan demiş olduq. Təzən taskbarın ayarlar bölməsinə daxil oluruq. Buradan yenə həmin əmrlərin adından tanış olduq. Ondan sonra bu da yenə bir neçə monitorla bağlı olan bir dənə əmrimizdir. Burada show smaller taskbar buton var ki, taskbarın üzərindəki butonlar necə görsənsin. Məsəl üçün deyirəm ki, həmişə balaca görsənsin. Görürsüz, beləcə çox balacanı görsənir. Hiss eləmək olur da yəqin ki. Və yaxud da deyirəm ki, taskbar dolanda balacalaşsın və yaxud da deyirəm ki, heç vaxt balacalaşmasın. Tamam ki, bu formada. Sanki o bayaqçılara bənzəyirdi. Taskbarın üzərindəki ikonlar necə görsənsin, balaca görsənsin, yoxsa görsənməsin, onları tənzimləmək üçün istifadə olunur. Bu hissədən saatla, zamanla bağlı bir çox ayarları buradan tənzimləmək olar. Zaten elə tərcümə ilə də bunları həll etmək mümkündür. Yəni də çox da bunun içərisinə getməyəcəyik. Sonra bu hissədən bildirişlər paneli ilə bağlı bir çox ayarları buradan tənzimləmək olar. Nələr istəyirsən görsənsin, görsənməsin, buradan tənzimləmək olar. Və yaxud da bildirişlər sənə hansı saatda görsənsin, hansı saatda görsənməsin və yaxud da bildiriş gələndə səssizə düşsün, səni narahat eləməsin. Bu kimi əmrləri buradan etmək olar, tənzimləmək olar. Ümumi olaraq taskbarın ayarlar bölməsindən demək olar ki, danışmış olduq. Start menümüzdən də danışmış olduq. Üzərində 3 dənə əsas obyekt komponentimiz var idi. Taskbar, desktop, bir də start menu. Bundan sonra demək biz start menünün içərisində bunlardan danışmış olduq. Bundan sonra interfeyslərimizdən danışmış olacağıq. Demək, Windows əməliyyat sistemində Aero interfeys deyilən bir şey var. Aero interfeyslər yəni nədir? 4 dənə bizim Aero interfeysimiz var. Bunlar Aero Pick'dir, Aero Shake'dir, Aero Snap'dır, bir də Aero Flip'dir. Bunlara Aero interfeyslər deyirlər. Məsəl üçün tutalım ki, biz hər hansısa bir dənə hissədən buraya yazırıq Aero interfeysi. 4 dənə oldu Aero interfeysimiz. Aero Pick,
Aerom nə idi? Aeropeak funksiyası nədir? Pəncərələrimiz açıq olan zaman iş masasını göstərmək və yaxud da göstərməməyə aeropeak funksiyası deyirlər. Bayaq dediyim bu da show desktop var idi ki, ekranımız görsənsin və yaxud da görsənməsin. Tutalım ki, Word açmısınız, həm Excel açmısınız, həm Access məsəl üçün tutalım ki, açıqdır. Bu zaman klaviatura kombinasiyası Win-D düyməsidir. Win-D. Gəlirəm mən buradan klaviaturamızı, klaviaturamız aktivləşdiririk buradan. Win-D düyməsindən Win-D-ni vururam, iş masası görsənsin. Win-D-ni vururam və yaxud da bizim proqramımız görsənsin. Win-D. Yazırıq ki, aeropeak-in kombinasiyası Win üstə gəlinsin D düyməsidir ki, açıq desktopumuzu göstərmək və yaxud da göstərməmək üçün istifadə olunur. Win-D düyməsindən sağ düyməni aşağı hissəyə gətirib, ümumiyyətlə mausun düyməsini aşağı hissəyə gətirib bir dəfə sol düyməni vurmaq da aeropeak funksiyasıdır. Yazırıq ki, aşağı sağ küncə, aşağı sağ küncdə düyməni vurmaq və yaxud da taskbarın üzərinə gətirəndə belə kiçik-kiçik proqramların eskizlərinin görsənməsi də, bax bu da ayrı funksiyamıza aiddir. Bir də eskizlərinin görsənməsi də ayrı funksiyadır. Yazıram eskiz. Bu sözü bəzən görərsiniz. Eskizlərin görsənməsi də aeropeak funksiyasına aid olunur. Demək, sadəcə Win-D düyməsini vururam, iş masamı görürəm və yaxud da görmürəm. Buna aeropeak funksiyası deyirlər. Yəni belə şoka düşməyə ehtiyac yoxdur. Ondan sonra aeroshake funksiyamız var. Aeroshake funksiyası nədir? Demək, shake yazılır. Klaviatura kombinasiyası Win üstə gəlinsin home düyməsidir. Gəlin bəri başdan yazaq. Win üstə gələk home düyməsi. Bunu silkələmək sözünə yada saxlayıram. Silkələmək sözünə yada saxlayacaq necədir? Açıq olan pəncərələrlə, məsələn, tutalım ki, bir dənə pəncərələr açırıq. Burada açıq olan pəncərələrimiz var, elə Excel olsun, Access olsun, bir də Word olsun. Hansı pəncərənin ekranda qalmasını istəyirəmsə, həmin pəncərənin bu başlıq sətrindən tuturam. Belə-belə silkələyirəm, görürsünüz, o birislər getdi. Belə-belə silkələyirəm, qayıtca. Belə-belə silkələyirəm, get. Gəl. Görürsünüz, silkələyirik, gəlir. Başından tutub silkələməklə əgər pəncərələrimiz gedir və yaxud da gəlirsə, hansı istəyirsəniz ki, ekranda görsənsin, gəlin görün. Və yaxud da gəldik Excelin üstündə durduq, klaviaturamızdan Win Home düyməsini vururuq və Excel istəyirik qalsın. Word bizdən əl çəkmir və yaxud da Win düyməsindən Home düyməsini vururam, Home düyməsini axtardıq, amma tapmırıq. Niyə o sözümüz gəlmir? Bu nədir? Bunlar niyə? Azərbaycan dilindədir. Tamam olsun, yəqin ki, belə bir şeydir. Başlanğıc nədir? O başlanğıc yazıblar tərcüməsini Win Home-u vururuq, Excelimiz qalır və yaxud da Win Home düyməsini vururuq, o birislər qayıdır, gəlir. Biz Excel istəmişdik axı qalsın, bayaq Word-ün başına tur silkələmişdik. Silkələmək sözünü harda gördünüz? Aeroshake-i yapışdırın, geçsin. Ondan sonra var aerosnap funksiyası. Yazıram aerosnap funksiyası. İkili ekran deyə bilərik. İkili ekran, düzdür, daha çox ekrandan eləmək olar, 2-3 ekran eləmək olar, amma adətən harda 2 sözünü görsəz, aerosnapı yapışdırın, geçsin. Demək olar ki, həmişə düzdür. Klaviatura kombinasiyasını bəri başdan yazaq. Win üstə gəlinsin Z düyməsi, bizim bildiyimiz Z və yaxud da ki, və ya Win üstə gəlinsin sağa ox və ya sola ox düymələridir. Yuxarı, aşağı ox düymələrindən istifadə etmək olar. Bu aerosnap funksiyasıdır. Nə üçün istifadə olunur? Necə istifadə olunur daha doğrusu? Məsəl üçün, mən istəyirəm ki, Word proqramımız gətirirəm beləcənə bu hissəyə deyirəm ki, ekranın sol tərəfindən qalsın. Vururam beləcənə, məsəl üçün, daha bir dəqiqə. Deyirəm, sol tərəfindən qalsın. Sol tərəfində qalır. Sağ tərəfində istəyirəm, məsəl üçün, Excel qalsın. Buna deyirlər aerosnap funksiyası. İkili işləmək. 3 dənə də qoya bilərsiniz, nə bilim. Burada, məsəl üçün, bunun formaları var. Win Z düyməsini vururuq. Görsən, bu hissədə çıxır. Necə istəyirsən olsun. Bu onun formalarıdır.
Ondan sonra başqa olaraq demək, aero snap funksiyamızda dedik ikili ekran, iki sözünü harda görsək yapışdıracağıq. Eyni zamanda 2 dənə pəncərədən istifadə eləməkdir. Aero flip funksiyası var. Aero flip funksiyası nə üçün istifadə olunur? Kombinasiyası alt üstəgəlinsin tab düyməsi və yaxud da kontrol üstəgələk alt üstəgələk tab düyməsidir. Açıq pəncərələrimizdən işləmək üçündür. Alt tab düyməsinin üzərinə vuracağam. Gəlirəm alt düyməsindən tab düyməsini vururam. Bizə beləcə açıq pəncərələrimizi göstərir. Windows-da indi hal-hazırda istifadə etdiyimiz açıq pəncərələri göstərmək və yaxud da birindən o birisinə keçmək üçün istifadə olunur. Beləcə görürsüz öz avtomatik olaraq keçir. Məsələn, buraxıram, tutam ki, hansına Excel-ə keçsin. Və yaxud da Ctrl Alt tabı vurub saxlaya bilərəm. Hansına keçmək istəyirsən, deyirəm mən Word-ə keçmək istəyirəm. Məsələn, Word-ə keçirəm. Burada Aero Flip funksiyası deyirlər ki, açıq olan pəncərələrin ümumi olaraq baxmaq istəyirəm. Hansı pəncərələrimiz açıqdır, sanki onların məzmununa baxmağa imkan verir. Alt tab və ya Alt Ctrl Alt tab. Aero Flip 2 yerə bölünür. Aero Flip 2D, bir də Aero Flip 3D. Alt tabdan olanda bayaq kimi, bax, göstərim getdi. Alt tabdan olanda alt tab onu göstərmək istəyirik. Buna Aero Flip 2D deyirlər və ya Ctrl Alt tabla göstəririk. Bir dənəsi də var. Win tabla da göstərə bilərik biz bunu. Win tab. Buna Aero Flip 3D deyirlər. Aero Flip 3D. Yəni alt tabdan daha yaxşıdır da sanki. Bir yerə yaza bilərik ki, Win üstəgəlsin tab düyməsindən yazırıq. Win üstəgələk tab Aero Flip 3D-ni aktivləşdirir. Yazıram ki, Flip 3D-ni aktivləşdirmək üçün istifadə olunur. Aero funksiyalar. Aero Flip funksiyası. Bundan başqa Windows 11 əməliyyat sistemində Mica və Fluent interface funksiyaları da mövcuddur. Yəni onlar necədir, nə deməkdir? Yəni Mica və Fluent yazılır. Mica bir də və ya Fluent yazılır. Bunları da birdən görərsiniz. O necə bir funksiyadır? Bu sanki daha necə deyim, qəşəng, daha interfeysi göyçək, interaktiv hala gətirmək üçün istifadə olunur pəncərənin, daha müasir. Sanki belə. Mən Word proqramını tutalım ki, gətirirəm necə yerləşdirmək istəyirəm. Görürsüz, burada müəyyən seçimlər çıxır. Bayaq Aero Snapda da çıxmışdı. Sanki Aero Snap belə indi Aero Snap deyil, buna Mica interfeysi deyirlər. Tam necə yerləşdirmək istəyirsən, bax belə, hansı formada istəyirsən yerləşdirmək. Yəni bunu Mica'da görsəz, yəni şoka düşməyə ehtiyac yoxdur. Və bu zaman ekranın arxa hissəsi görürsüz biraz blur kimi olur. Görürsüz bu boz hissəni. Bu görmək olur da sağ tərəfdə boz hissəni. Buna da Fluent interfeysi deyirlər. Belə Mica və Fluent interfeysi formasında var ki, yəni bunu unutmaq olmaz. Yəni belə bir dizayndır, yəni belə blur kimidir. Necə deyim? Bax, belə formada Fluent və Mica-nı da qəti formada unutmaq olmaz. Bunu da yaxşı yadınızda saxlayın. Sanki Fluent bir dənə evdir. Belə bir misal çəkmişik. Evin ümumi dizaynıdır. Bax belə rəng, bulanıqlaşma deyim, işıq, budur. Mica-da həmin evdə istifadə olunan divar kağızıdır. Necə istəyirsən olsun. Məsələn, hansı cürə olsun. Bax belə yəni ki, belə başa düşməsəniz də, amma elə belə qulağınıza qoyub çatsın ki, indi təbii ki, burada başa düşülməsi çox güclü bir şey yoxdur. Qulağınıza çatdırılsın ki, Mica və Fluent interfeysi deyilən bir interfeys növləri də yəni ki, mövcuddur. Buraya yazırıq ki, Mica və Fluent interfeyslər də mövcuddur. Bugünkü dərsimiz bu qədər. İnşallah qəşəngcə öyrənərsiniz taskbar bölməsini. Bundan sonra dərsimiz demək olar ki, yəqin ki, bir dənə hissəsi qalıbdır. Bir dənə hissəsindən sonra dərsimizi yekunlaşdıracağıq. Sağ olun, salamat qalın.